Ukrayna 2026-cı il üçün indidən hazırlığa başlayıb. Müharibənin uzanacağını görən Zelenski hakimiyyəti qərbli tərəfdaşlarından maliyyə dəstəyi tələb edib. Bu məqam təkcə Rusiyanın yox, Kiyevin də sülh tələbləri ilə bağlı ciddi olmadığını və birbaşa Avropa fondlarına güvənərək mübarizəni davam etdirməyə üstünlük verəcəyi fikrini formalaşdırıb. Avropadan gözlənilən bu maliyyə axınını əsaslandırmaq üçün Kiyevin səsləndirdiyi arqument isə özünü müdafiə deyil. Zelenski ölkəsinə vəsaitin ayrılmasına əsas səbəb kimi Avropanın da təhlükəsizliyini göstərib. Mən əvvəllər demişdim ki, Ukrayna 2026-cı ilə qədər Avropadan əhəmiyyətli pullar almadan mübarizəni davam etdirə bilməz. Buna görə Zelenski maliyyə dəstəyi axtarmağa başlayıb. Ancaq qitə ölkələri bu dəfə əvvəlki qədər həvəsli olmayacaq. Çünki bu yardımlar həm siyasi, həm də iqtisadi problemlər gətirir. Hazırda sülh sazişinin və ya buna bənzər hansısa sənədin imzalanması Ukrayna üçün daha əlverişli sayılır. Çünki müharibənin gələn ilə qədər uzanacağı təqdirdə Kiyev, Odessada daxil olmaqla bütün Qara dəniz sahillərini itirmək riski ilə üzləşə bilər. Lakin müharibə daha yaxın tarixdə bitərsə, Ukrayna müəyyən ərazilər itirsə də dənizə çıxış imkanlarını saxlayacaq. Bundan əlavə uzun müddətli müharibə Kiyevə çoxsaylı əskər itkisi bahasına başa gələcək. Həm ərazi, həm də canlı qüvvə itkilərinin artması hakimiyyət üçün güclü təzyiq vasitələridir. Ukrayna anlamalıdır ki, sülhə razı olmamaq onun üçün yaxşı nələrsə vəd etmir. Yeni ərazilər itirə bilər. Bütün Qara dəniz sahillərini itirmə riskləri var. Ukrayna son nəticədə tamamilə məhv ola bilər. Hazırda danışıqlar masasında həvəsli görünən Rusiyanın yay hücumlarına hazırlaşdığına dair kəşfiyyat məlumatları var. Rus ordusunun döyüş meydanının dinamikası göstərir ki, qızmar fəsil müharibənin ən böyük və iddialı hücumlarından biri ilə yadda qala bilər. Əgər bu plan uğurlu olarsa, Rusiya cəbhə xəttini 10 kilometrlərlə irəliləyərək Ukraynanın nəzarətində olan ərazilərə çatdıracaq. Ukraynanın Donetsk, Lugansk, Zaporojye və Dnepropetrovsk vilayətlərinin bir hissəsini də itirəcəyi istisna edilmir. Rusiyanın yay hücumu cəbhə xəttinə yaxın ərazilərdə yaşayan ən azı 200 min Ukraynalı mülki şəxsin payıza kimi evlərindən didərgin düşməsi ilə nəticələnə bilər. Təbii ki, Rusiya uğurlu olsa, Ukrayna ərazi itkiləri yaşayacaq. Lakin bu həm də yenidən köçə səbəb olacaq. Bu da Avropada ciddi problem yarada bilər. Çünki Ukraynalı qaçqınlar artıq bu ölkələrdə böhran halına gəlib. Yox, əgər Ruslar yay hücumunda uğursuz olarlarsa, bu dəfə böhranın Rusiya daxilində yaşanacağı bildirilir. Ölkə əhalisinin sülh fürsətinin qaçırılmasını hakimiyyətə bağışlamayacağı iddia olunur. Çünki bu dəfə Ukraynanın ölkə daxilinə hücum etmək kimi bir məhdudiyyəti də yoxdur. Bu da Rusları birbaşa təhlükə altında qoyur. Çox təəssüf ki, 2023-cü ildə bizim hücum kampaniyamız uğursuz oldu və xoşbəxtlikdən indi Ruslar üçün uğursuz olacaq. Rusların əslində yay hücumuna başlaması bizim 2023-cü ilin yay kampaniyasına start verdiyimiz vəziyyətə bənzəyir. Əgər onların hücumları uğursuzluğa düçar olarsa, bu etirazlara səbəb ola bilər. Məhz bu səbəblərdən Qərbin müharibəni bitirmək üçün səylərini artırması başa düşüləndi. Hazırda Avropa sülhdə maraqlı görünməsə də, Ağ Ev administrasiyasının ciddi cəhdlər etdiyi görünür. Vaşinqton anlayır ki, tərəf tutacağı təqdirdə Ukraynanın masaya böyük itkilərlə əyləşməsi təkcə Kiyevin yox, tərəfdaşlarının da uğursuzluğu hesab olunacaq. Biznesmen olan Trump ölkəsinin əsas rolu oynadığı müharibədən qazanclı tərəf kimi çıxmaq istəyir.